Oturursan tualetdə, hamam su qızana qədər su axır da elə də öz üçün. Belə istəyirsən ki, parnoy olsun. Nə bilim, o su oradan axanda və yaxud kranda açanda belə açırsan isti suyu, gözləyirsən ki, su qızsın. O gözlədiyin müddətdə də o su axır gedir. Yəni düşünürsən ki, Somaliyada hal-hazırda yerdən ovucuna su içən uşaq var. Yəni neçəmiz düşünürük bunu da? Milyonda bir insan taparsan bunu düşünən. Amma hamı empatiyadan danışır ki, özünü başqasının yerinə qoymaq və yaxud da bombalanan uşaqların neçəsini yerinə qoya bilirik özümüzü və yaxud siz özünüzü neçəsini yerinə qoya bilirsiniz, o susuz qalanların, nə bilim. Amma burada hər kəs özünə bir empatiya gözləyir ki, mənə qabaqdakı insan başa düşməlidir, mən çətinlik çəkirəm, mən əziyyət çəkirəm. Yəni insan belə bir varlıqdır, deyə başa düşürsünüz, insan belədir. Bunlar hamısı sözdədir, empatiya. Mən deyirəm də sizə bunu siz mində bir, yüzdə bir və yaxud milyonda bir taparsınız belə bir insan. Həqiqətən empatiya qura bilsin. Hər kəs istəyərəm ki, səmimi olsun. Danışmaq istəyir, filan şey danış, filan şey. Çıx danış. Filan şey denən, filan şey yoxdur. Çıx denə. Mən cındıram, mən demirəm. Sən yaxşı ol, çıx denə.